Bugünkü dərsimiz olacaq həqiqi ədədlər. Ümumilikdə həqiqi ədədlərdən əvvəl bir-bir ədədlərin hamısı ilə tanış olaq. Ən birinci biz keçmişdik natural ədədlər. Natural ədədlər sıfır daxil deyildi. Birdən başlayırdı və sonsuz olaraq müsbət olan bütün ədədlər natural ədəd idi. Bundan sonra var idi tam ədədlər. Tam ədədlər hansılar idi? Mənfilər, sıfır və müsbətlər. Sonra gəlirdi rasional ədədlər. Rasional ədədlər hansılar idi? Kəsir olanlar, tamlar, onluq kəsirlər və s. Bir də var irrasional ədədlər. İrrasional ədədlər isə kökdən çıxmayan ədəddir. Məsələn, kök altda 5, kök altda 7, kök altda 3 və s. Bundan əlavə olaraq pi, yəni radian və irrasional ədəddir. Bunlar hamısı birlikdə isə həqiqi ədədləri təşkil eləyir. İndi baxaq tam ədədlər üzərində əməllərə. Birinci, mənfi 5-in üstünə mənfi 4 gələk. Mənfi ədədin üstünə mənfi ədəd gələndə elə cavab mənfi eləyir. İndi baxaq, mənfi 5 üstə gəl müsbət 2. Mənfinin üstünə müsbət gələndə isə böyükdən kiçik çıxılır. Yəni 5-dən 2-ni çıxırıq eləyir 3 və böyüyün işarəsi mənfi olduğuna görə qarşıya mənfi yazırıq. Məsələn, baxaq, 7 üstə gəl mənfi 2. Yenə burada böyüyümüz 7-dir, kiçiyimiz 2-dir. 7-dən 2-ni çıxırıq 5, böyüyümüz müsbət olduğuna görə 5 müsbət olur. Qarşısına mənfi yazmırıq. Sonra 0-ı İstənilən ədədə həm mənfi olsun, həm müsbət olsun. Nəyi vururuqsa vuraq, nəticə 0 eləyir. Nə isə də 0-a vuranda yenə 0 eləyir. Məsələn, 5 vur 0, yenə 0 eləyir. Sonra 0-ı nəyəsə böləndə nəticə 0 eləyir. Amma nəyisə 0-a bölmə əməliyyatı mümkün deyil. Çünki bölmə zamanı birinci ədəd surətdə 0 isə məxrəcə düşdüyünə görə və məxrəci 0 olan zaman mənası olmadığına görə bu hal mümkün deyil. Daha sonra baxaq, 2 mənfi ədədin çıxılması. Məsələn, mənfi 2 çıx, mənfi 4. Mənfi 2 ilə mənfi 4-ü çıxan zaman buradakı çıxma ilə buradakı mənfi toqquşur, olur mənfi 2 üstə gəl 4. Və mənfinin üstünə müsbəti gələndə böyükdən kiçik çıxılır, böyüyün işarəsi yazılır. Yəni, cavab eləyir 2. 2 mənfi ədədi vuranda, məsələn, mənfi 5 vur mənfi 2. Cavab eləyir müsbət. Mənfi ədədi müsbətə vuranda cavab eləyir mənfi. Mənfi ədədə böləndə cavab eləyir müsbət. Mənfi ədədi müsbət ədədə böləndə cavab eləyir mənfi. Bir də bunu yaddan çıxartmırıq ki, mənfi 2 çıx 4. İkisi də belə olduğu halda bunları toplayırıq, 6 və qarşısına mənfi yazırıq. İndi baxırıq modul dərsinə. Modulun əsas 2 xassəsi var. Birincisi bilirik ki, moduldan həmişə müsbət çıxır. Tutaq ki, belə bir istisna hal var. Modul x bərabərdir mənfi x-a. Deyir ki, x-in hansı qiymətində bu şərt ödənir. X-in yerinə nə qoyuruqsa qoyaq, həmişə müsbət çıxdığına görə burada x-in yerinə elə ədəd qoymalıyıq ki, həmin mənfi buradan itsin və moduldan müsbət çıxma şərti ödənsin. Deməli, mən x-in yerinə ya 0 qoyaram ki, buradan cavab 0 çıxsın, ya da mənfi ədədlər qoyaram ki, həmin mənfi ilə buradakı mənfi toqquşsun və moduldan müsbət çıxsın. Demək, bu bərabərliyin həlli mənfi sonsuzluqdan 0-a qədər olacaq və 0 da daxildir. Modulun ikinci xassəsi isə birinci gələn hər zaman böyük olmalıdır. Əgər belə deyilsə, yer dəyişmə baş verir. Birinci sadə misalın üstündə baxaq. 2 çıx kök altda 5. 2-ni kökün altına salanda 4 elədiyinə görə və 5 4-dən böyük olduğuna görə bu moduldan cavab tərsinə çıxır. Yəni, yerləri dəyişir. Böyük olan önə keçir. Tutaq ki, belə bir şərt verilib. X böyükdür y-dən, böyükdür 3-dən. Misal isə bu formadadır. Y çıx x, çıx 3, çıx y, üstə gəl x, çıx 3. Diqqətlə baxırıq. Birinci, burada bizə şərt verib ki, x y-dən böyükdür. X y-dən böyük olduğuna görə x önə keçməlidir. Digərində şərt verib ki, y 3-dən böyükdür. Məsələn, 4-dür. 3-dən 4 çıxanda mənfi elədiyinə görə y böyük olduğuna görə önə keçir. Olur y çıx 3. Və modulun qabağında, həmçinin mötərizənin qabağında mənfi olanda işarə dəyişdiyinə görə bunun işarəsi dəyişir. Üstə gəl. X-in qiyməti 3-dən böyük olduğuna görə burada x olduğu kimi qalır. Çünki 3-dən qabaq gəlib. İndi baxırıq ki, x ilə x, ikisi də müsbət toplanır olur 2x. Y-dən y, ikisi də mənfidir. Toplanır olur mənfi 2y.
3 ilə 3 biri mənfi, biri müsbət olduğuna görə islah gedir. Cavab edir 2x çıx 2y. Bəzən variantlarda burada 2-ni mötərizə xaricinə çıxartıb x çıx y kimi də verə bilərlər cavabı. İndi baxaq modanın, medianın, ən böyük fərqin, ədədi ortanın, həndəsi ortanın tapılma qaydasına. Tutaq ki, bizə belə bir sıra verilib. 20, 10, 15, 20, 30, 40, 70 və s. Ümumiyyətlə, median sözü gördüksə, biz həmişə ədədləri kiçikdən böyüyə düzməliyik. Ən kiçiyimiz 10-dur, sonra 15-dir, sonra 20-dir, yenə 20-dir, 30-dur, 40-dır və 70-dir. Moda deyəndə hansı ədəddən çox təkrarlanıbsa, yəni sayı çoxdursa o moda olur. Burada sayı çox olan 20-dir. Demək, modamız olacaq 20. Ədədi orta isə verilən siyahıdakı bütün ədədləri toplayıb sayına bölməkdir. Gəlin toplayaq. 10, 15, 25, bu da 40, 65, 30 oldu, 95, 135, 205. Sayda 7 olduğuna görə böl 7. Cavab olur bu formada. Daha sonra median. Median isə kiçikdən böyüyə düzəndə tən ortada dayanandır. 3 dənə buradan, 3 dənə buradan çıxanda tən ortada 20 dayanır. Median olur 20. Birdən hər tərəfdən eyni qədər sildikdən sonra ortada bir dənə yox, 2 dənə ədəd qalmış olsaydı, bu zaman onları toplayıb 2-yə bölərdik. Daha sonra ən böyük fərq. Ən böyük fərq deyəndə ən böyük ədədlə ən kiçik ədədi çıxırıq. Yəni 70-dən çıxırıq onu, cavab eləyir 60. Həndəsi orta dedikdə isə kök altında hasil başa düşür. Məsələn, 4 və 9-un həndəsi ortasını tap deyirsə, kök altında 4 ilə 9-u vururuq, eləyir 36. Buradan isə cavab çıxır 6. Tutaq ki, bu ədədlər 4 ilə 9 yox, 3 ilə 7 idi. Vurardım, eləyərdi kök altda 21 və kök çıxmadığına görə elə cavab kök altda 21 qalardı. İndi baxaq ədədin standart şəklinə. Tutaq ki, belə bir ədəd verilib bizə. 919, yanında da 6 dənə 0 verilib. Ədədin standart şəkli 2 hissədən ibarətdir. Qiymətli hissə və tərtib hissə. Qiymətli hissə 1 ilə 10-un arasında olmalıdır. Bu ədəd isə çox böyükdür. Mən bu ədədi 1 ilə 10-un arasına salmaq üçün vergülü 9-dan sonra qoyuram. Və qoyandan sonra vergüldən sonra 8 dənə ədəd olduğuna görə bunu 10 vurulsun üstü 8 kimi yazıram. Və yadımızda saxlayırıq ki, vergüldən sonraki sıfırlar silindiyinə görə cavab 9 tam %19 vur 10 üstü 8 formasında olur. Buradakı 9 tam %19 qiymətli isə, tərtib isə 8-dir. İndi baxaq ədədin tam və kəsir hissəsinə. Burada diqqət eləməli olacağımız ədədlər mənfilərin tam və kəsir hissəsidir. Çünki onlarda fərqli olur. Məsələn, müsbət bir ədəd götürək, 7,3. Tam kvadrat mötərizədə göstərilir, olur 7. Kəsir isə 0,3-dür və fiqurlu mötərizədə göstərilir. Amma mənfilərdə bu qədər asan deyil. Məsələn, 8,3. Mənfi ədədlərdə mənfinin üstünə müsbət gəndə böyükdən kiçik çıxıldığına görə bunu nəzərə alaraq mənfinin tam hissəsini bir dənə qaldırırıq. Olur -9. Kəsir hissəsini isə neçədirsə ona tamamlayırıq. 3-dürsə demək 0,7 olacaq. Bundan əlavə tutaq ki, imtahanda belə bir misal düşüb bizə. Kök altda 11 çıx 6 ədədinin kəsir hissəsini və ya tam hissəsini tap deyilir. Birinci biz bilirik ki, kök altda 11-dən əvvəl kök verən ədəd 9-dur. Düzdürmü? 9-dan da 3 çıxır. Bu isə 9 yox 11 olduğuna görə 3 tam neçəsə deməkdir. Tutaq ki, bu 3,1-dir məsələn. Biz bilmirik də nədir. 3,1-dən buradakı 6-nı çıxıram. 3,1-dən 6-nı çıxanda diqqətlə qulaq asırıq. Eləyir -2,9. Demək, bunun cavabı -2,9 elədiyinə görə, mənfi olduğuna görə tamını bir dənə qaldırıram, olur tamı -3. Tam hissəsi -3-dür. Və ədədim özü kök altda 11 çıx 6 idi. Bu ədədin kəsirini tapmaq üçün isə onun tamını oradan çıxmalıyam, düzdürmü? Çıxıram tamındakı -3-ü. Bərabərdir. Kök altda 11 qalır. 6 da qalır. Bu çıxma ilə bu mənfi toqquşur olur. Üstə gəl 3 bərabərdir. Kök altda 11 qalır. -6-nın üstünə 3 gələndə eləyir -3. Deməli, kök altda 11 çıx 6-nın tam hissəsi -3 oldu. Bir dənə qaldırdığımıza görə. Kəsir hissəsi isə həmin -3-ü çıxandan sonra kök altda 11 çıx 3 kimi qaldı.
İndi baxaq tərs və əks ədədlərin nə olduğuna. Tərs dərsini mən sizə əslində izah eləmişdim kəsirlər mövzusundakı surət və məxrəcin yerini dəyişməyidir. Məsələn, tutaq ki, 2-də 3-dürsə, tərsi olacaq 3-də 2. Tərs, bax, loru dildə deyirəm, başdan ayağın yerini dəyişməsidir. Əksi isə güzgüyə baxanda sağı solda, solu sağda görməkdir. Yəni, məsələn, 5-dirsə, güzgüyə baxanda əksini -5 kimi görəcək. Məsələn, ədəd oxuna baxaq, mərkəz 0-dır, düzdürmü? Ədəd oxundan 2 vahid məsafədə 2-dir. O, digər tərəf güzgüyə baxanda 2-nin əksini görür, yəni -2-ni görür. Bundan sonra imtahanda belə bir sual düşə bilər. Ondan 2 vahid kiçik və ya böyük məsafədə olan ədədi tap. Ondan 2 vahid kiçik məsafədirsə, ondan 2-ni çıxıram, olur 8. Ondan 2 vahid böyük məsafədirsə, onun üstünə 2 gəlirəm, olur cavab 12.